Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Bilirəm ki, mən hazırladığım turşuları çox sevirsiniz, bəyənirsiniz, hamınız da hazırlayırsınız, təşəkkür yazırsınız, çox sağ olun. Allah hamına bol ruzu nəsib eləsin ki, siz də həmişə hazırlayın. Hazırladıqlarınızı da Vasif Ustanın Instagram səhifəsinə atısınız, o da mənə göstərir, mən də şad oluram. Bugün də sizin üçün xurmadır, cənnət xurması. Buna bəzi yerlərdə pırnıq deyirlər, karalyok deyirlər. Bilmirəm, indi bundan bərk növüdür, bu alma kimi olandandır. Bundan almışıq, alanda çalışın ki, belə yaşılı çox olsun ki, əmin olay ki, xırçıltılı çıxacaq. Bunu hazırlamaq üçün bizə lazımdır dağ nanəsi. Dağ nanəsi də Naxçıvanda olur, orada kiftəyə də işlədilər. Çox qeyri-adi bir bitkidir, ətri çox gözəldir. Sirkə, üzüm sirkəsi 4%-dir. Şəkər tozu, Himalay duzu, qaya duzu, kimdə yoxdursa xorək duzundan istifadə eləyə bilər. Bir də ki, limon duzu lazım olacaq bizə. Başlayaq hazırlanmağına. Təmizləməyi də bunu götürürük buradan. Ağac hissəsini tamamilə təmizləyirik. Demək olar ki, baxın belə. Təmiz yumuşu hazırlayırıq hamısını bu qayda ilə. Başa deyirəm ki, bu həqiqətən çox dadlıdır deyə. Sən bilirsən də bu necə dadlıdır. Deyirəm, öyrəşmişik biz hər dəfə xiyar turşusu, kələm turşusu, nə bilim, turşular çox deyə. Qeyri-adi turşular həqiqətən də yaxşıdır. Qonaq qabağına çıxmaq üçün qeyri-adi. Kimisə təəccübləndirmək istəyirsənsə, belə turşular hazırla. Sənin də söz deyim, amma ciddən də. Yəni bu turşudan sonra nə qədər ölkədə məsələn turşu satanlar var, bu işlə məşğul olanlar var. Onlar üçün də bir növ yenilik olacaq. Əlbəttə. Onlar da elə bir dəfə dua eləsə bizi bəs. İnşallah. Əvvəlcə balona altdan belə nanəni qoyuruq. Nanəni qoyandan sonra meyvələri yığırıq. Bu nasıl yığırlar? Dolana qədər belə yığırıq. Balona sıx doldurandan sonra meyvələri, indi bunun üzərinə bir yemək qaşığının dolusu Himalay duzu, kimdə yoxdursa qaya duzu, kimdə yoxdursa da adi xorək duzu əlavə eləyə bilər. Bir qaşığın dolusu. Bu həm xırçıltılı eləyir, həm dadlı olur, həm meyvələr bərk qalır. Çox yaxşı olur. Bir çay qaşığı da limon duzu əlavə eləyirik. O da meyvənin xırçıltılı qalmasına, rənginin sapsarı olmasına kömək edir. Və bir çay qaşığının da dolusu şəkər tozu əlavə eləyirik. Marinada mütləq vurmaq lazımdır. Bir də 3 qaşıq dolusu 4%-li üzüm sirkəsi əlavə eləyirik. Kimdə ev sirkəsi varsa, ev sirkəsi də əlavə eləyə bilər. Və yaxud alma sirkəsi varsa, alma sirkəsi də əlavə eləyə bilər. Üzərinə qaynar-qaynar çaynikdan suyu əlavə eləyirik. Çalışın su qaynar olsun. Çalışın biraz belə vurun ki, köpükləri hamısı çıxsın. Köpüklər qalanda içəridə hava yaradır əlbəttə. Tam dolan kimi öncədən yudğumuz qapaqlarla möhkəm bağlayırıq. Qaynar suya əlavə edib bağlayandan sonra əminik ki, möhkəm bağladıq. Bunları belə qəşəng aşağı yuxarı eləyirik ki, duzu, şəkər tozu, limon duzu hamısı qarışsın.
Bu qayıt üzü biraz gecəli olandı. Yo, əriyəcək içində. İndi bunlara bükürük. Yun ədyala bükürük. Soyuyana qədər bir sutka ədyalın arasında qalsın. Sonra o birisi bağladıqlarınızı hara qoyursunuzsa, bunu da qoyun onların yanına. İnşallah qışda açarsınız, nuş eləyərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Çalışın siz də hazırlayın, rəylərdə yazın ki, sizdə necə alındı. Yəni sal sındırarsan ya, nə demək?